eləyirlər. Ancaq kişisel problemlərdən ötürü vurğulayırlar sinki. İndi yaxın əyləşin ekrana sinkin yəni çox unikal xüsusiyyətləri var. Bütün xüsusiyyətləri haqqında məlumat verəcəm. Üstündə dərman vasitəsi yazılıbdır. Dərman vasitəsi deyildir yazılıbdır. Diqqətlə baxın. Yəni sink dərman deyil. Sink apteklərdə satılmır. Sink bizdə, yəni empirik mərkəzdən əldə edə bilərsiniz. Hər bir insan orqanizminin sinka olan tələbatı 15-20 mg-dır. Bu kişilərdə 15-20 mg-dır, qadınlarda da 10-15 mg-dır. Kişilərdə çünki testosteron hormonunun tərkib hissəsini təşkil edir, ona görə 15-20 mg-dır. Amma belə götürəndə sink bizdə saçımızda, gözlərdə, dırnaqda, dəridə, bütün vəzlərin hər birisində sink var. Yəni ümumi olaraq immunitetin güclənməsi üçün, orqanizmin daha güclü, enerjili olması üçün, saçın tökülməməsi, saçın qırılıb tökülməməsi, dırnaqların qırılmaması, dərinin solğun olmaması üçün sink bizə mütləq lazımdır. Və ən əsası da gözün tolluq işasında sink var. Çünki sink görmədə çox effektivdir. Göz zəifliyində mütləq şəkildə sink selin qəbul olunmalıdır. Alimlərin araşdırmasına görə selin ən çox qartalın gözündədir. Selin, sink. Ona görə onlar gölün neçənci qatında olsalar da kolun dibindən qaçan dovşanı belə görürlər, onu şığıyıb tuturlar. Ona görə sink tək kişisel problemlərdə verilmir. Uşaqlara verilə bilər. Tez-tez xəstələnən, qrip olan uşaqlara mütləq şəkildə sink məhsulu verilməlidir ki, istifadə olunsun. Çünki sink immun sistemini gücləndirir. Və sinklə yanaşı uşaqlarımıza biz bu zənginləşdirilmiş kalsiumlar var. Üzərində zürafə şəkli. Buna uşaq kalsiumu da deyirik. Amma tək uşaqların istifadəsi üçün deyil. Bunu bütün yaş dövrü insanlar istifadə edə bilər. Hətta hamilələr də istifadə edə bilər ki, dölün daha sağlam şəkildə dünyaya gəlməsi üçün. Tərkibində 91-ə qədər mineral vitamin var. Tərkibində lesitin, taurin, hansı ki bu lesitin, taurin beynin sinir hüceyrələrinin qidalanmasında, qaraciyər hüceyrələrinin, böyrək hüceyrələrinin bərpasında mühüm rol oynayır. Ayaqlarda sudurğalar olarsa, uşaqlarda diksinmələr olarsa, kəkələmə problemi olarsa, sümüklərində zəiflik olarsa, ayaq üstə duranda səndirləyərsə, mütləq şəkildə analar öz uşaqlarına bu kalsiumdan versinlər. Çünki bu kalsium həm sümüklərin tərkibini bərpa edir, həm sinir ötürücülüyün, həm qan damar sisteminin işini yaxşılaşdırır, həm də qan azlıqlarında çox gözəl istifadə olunur. Və qan azlığı aradan götürüldüyü üçün, bədənə lazım olan mineral vitamin verildiyi üçün kökəlmə proqramlarında da istifadə olunur. Və sinkin bir dənə də özəlliyini deyim ki, sink bədəndə, sink əgər haymorit varsa, insanlar haymoritdən, qaymorit də deyil də biz əziyyət çəkirsə, bunu pasta ilə qarışdırıb tampon şəklində buruna qoyulur. Qulaq çöpündə tampon şəklində buruna qoyulur və o haymoricikləri təmizləyir. Faringitlərdə açılır, toz kimi ağza, yəni tökülür ağza, boğazdakı qıcıqlanmanı götürür. Qoy göstərim.